Uşağa inək südün vermək. Bəli. İnək südün vermək doğrudurmu yoxsa doğru deyilmi? Bir xanım soruşur bizdən Beyləqan rayonundan. Deyir, həkim yazıbdır, düzdür, uşaqda qəbizlik falan heç bir problem yoxdur. Normal uşağın əhval-ruhiyyəsi yaxşıdır, amma deyir, biz eşitmişik ki, inək südü ziyandır. Amma bizə də deyir, rayonda həkim inək südü yazıb ki, inək südü ziyandır. O həkim sağ olsun, o həkim sabahda həkimdir. Əgər ananın südü yoxdursa, ananın südünü heç nə vəz elə. Ananın südü yoxdursa, ən yaxşı süd eşək südüdür. Ana südünə ən yaxın olur. Mən bunu deyəndə mənə təhqir yazırlar, yazsınlar, onun başı çatmır. Nə yazırlar? Təhqir? Yazır da, bu nə bilim nədir, özü dəməm ki, haradaydı mənim, anamın südü vardı, anamın südünə mişimdə, onda heç bu elm yox idi. İkincisi, bu o qədər çətin defisitdir, bunu vermək mümkündür. Yox, uşağa gündəlik verməyə... Tapılmır, onu demək istəyirəm. Məsələn, mən olsam valideyn, mənim indi olsa, nəvəm südü olmasa, mən bir keçi alaram, keçi ilə bir kənddə kiməsə saxladaram, süd veririm. Ən qiymətli üçüncü keçi südüdür, ana südünə yaxın. O da olmasa, hər halda kimyəvi tozdan inək südü 1000 dəfə yaxşı. O inək südünü həkim deyir, su ilə qarışdırır, verirsən, düz eləyir. O həkim sağ olsun ki, o məsləhəti görür. Biz məsləhət görən kimi həkimin o əldə düzəltmə əksəriyyəti yazır ki, yox, sən nə danışırsan? Nə tər ola bilər toz təbii süd əvəz eləsin? Nə süd olur olsun? Mümkün deyil. Kimyəvi toz süd əvəz eləsin, mümkün deyil. Mən belə düşünürəm. Ən yaxşısı deməli... O dediyin kimidir. Həkim məsləhət verib, həkimin nəzarəti altında. İndi bir görürsən, bu inəyin südünü götürmədi. Başqa inəyin südünü versən, götürür. Onda yaxşı, mikroelementlər yaxşıdır da, onda inək südü. Süddür də. Süddür də, hə. Süd. Düzdür, ana südü olmasa da... Tozdur, kimyəvi tozdur da hər halda. Kimyəvi toz deyil, tamam.